Bax beləcə ilk bahar günlərinin birində qonaq oldum bu dünyanın. Bu çoxdan olub. Lap çoxdan. Düz 55 il əvvəl. Əslində heç bu dünya məni dəvət etməmişdi. Ulu Yaradanın qisməti idi bu. Qisməti və məsləhəti. İndi yarım əsrdən çoxdur ki, əlim Allah ətəyində gəzirəm bu dünyanı. Kənardan mənə baxan olsa yəqin ki, ürəyindən bu misralar keçər. Gəzir küçələri, gəzir tinləri, səhərdən axşama təkdir bu adam. Fil çəkə bilməzdi o çəkənləri, ilahi, gör nələr çəkdi bu adam. Ürəyi sızladı dost yarasından, xəbəri olmadı öz yarasından. Sökülən evinin xarabasından özgə bir ev də tikdi bu adam. Ağlım kəsəndən ilk gördüyüm elə bu dəniz oldu. Sonra öyrəndim ki, adı Xəzərmiş bu dənizin. İndi həmdəmimdir bu dəniz. Heç kimə deyə bilmədiklərimi ona söyləyirəm. Çox şey öyrənmişəm ondan. Səbirli və sakit olmağı, yeri gələndə tufan qoparmağı, sir saxlamağı, duruluğu, bir sözlə çox şey öyrənmişəm Xəzərdən. Hardasa bitir, tükənir bu dəniz, yenə torpaq başlayır. Sonra başqa bir dəniz, sonra yenə torpaq. Bax beləcə dünyamızın uzaq sahilləri mənim üçün elə doğma Xəzərdən başlayır. Uşaqlığım, gəncliyim və bir də kövrək duyğularım gizlənib bu sahillərdə. Sonra talihim məni bu qağayların qanadlarına qaldırıb, göndərib Qarabağa. Babalarımın uyduğu, cənnət məkan, indi əlim çatmayan, günüm yetməyən, 21 illik bir hicranın vüsalına həsrət qaldığım Qarabağ. Qarabağ, ana yurt, həyat beşiyim, qartal xəyallarım göyündə süzər. Sənə ürəyimin özəyi desəm, nə Bakı inciyər, nə Xəzər küsər. Deyirlər Qarabağ bir cənnət imiş, bəslərmiş qoynunda gözəllərini. Məndə qüdrət anı ki, vəsf etməyə o gözəl məkanın 100-dən birini. Ziyalı ailəsi idi bizim ailəmiz. Atam ziyalıydı. Dövlət qulluğunda çalışırdı. Çox maraqlı bir adam idi. Mütaliəni sevirdi. Evimizdə rus dilli qəzetlər əlindən yeri yox idi. Mən o qəzetlərin arasında böyüyürdüm. Kommunist qəzeti oxuyurdu bizim Azərbaycanın buraxdığı və s. Ziyalı adam idi, xeyirxah insanıdır və mənə həmişə çalışırdı ki, tərbiyəli böyütsün. Sözün yaxşı mənasında, yəni vətənpərvər böyütsün, insanlara qarşı mehriban böyütsün, ziyalı görmək istəyirdi məni. Anam çox gözəl bir xanım idi. Anam bizim əslimiz Şuşalıdır, yəni Şuşada doğulub böyümüş bir xanımıdır. Onlar 38-ci ildə Ağdama gəliblər. Xan bəy nəslindən idi, çox gözəl bir əl qabiliyyəti vardı, mehriban bir insan idi. Amma o qədər də rahat keçmədi mənim uşaqlığım. Kənardan baxanlara deyim sizə ki, qeyri-adi, yaxşı mənada qeyri-adi gəlirdi ki, gör nə gözəldir. Bir uşaqdır, evin tək uşağıdır, mən tək doğulmuşam. Mənə qədər və məndən sonra heç bir övladlar olmayıb onların. Yağ içində böyrək kimi böyüdürlər bunu, yağbal yedidirirlər buna. Belə deyər o, içim özümü yandırır, çölüm özgəni, belə-belə misal var. Bax, təxminən mənim talihimə uyğun gələn bir misaldır bu. Amma o təkliyin içində, o ailədə, orada ziyalı ailədə, mən sıxılırdım. Normal uşaq həyatını yaşamırdım. Sıxıntılar keçirirdim. Küçədə, bayırda həmyaşıdlarım oynayırdılar, nə bilim, çayda çimməyə gedirdilər və məni buraxmırdı atam anam. Mən də öz təbii ki, uşaq ömrüm yaşamaq istəyirdim və yaşaya bilmirdim. Həddindən artıq əzizlənməkdən artıq bezmişdim. Bu qədər əzizlənmək olmazdı. Nə istəyirsən, hazırdır. Hansı paltar istəyirsən, hazırdır. Harısı elə. Amma mən bunların bu çərçivədən çıxıb Allahın mənə qismət elədiyi bir uşaq ömrü var da.
o yaşdakı çılğınlıq var, enerjinin boşalması var. Bilirsiniz mən nə deyirəm. Bunların heç biri məndə baş vermir. Nə qədər evdə oturmaq olar, nə qədər həyatda bazı gəzmək olar, nə qədər kitab. Yəni maraqsız bir həyat. Ümumiyyətlə öz uşaq ömrümü yaşaya bilərdim. O məndə məhdudlaşmışdı. Bax bu mənim uşaqlığımın mən tərəfindən qəbul olmayan və fikirləşəndə biraz da əsəbləşdiyim bir dövrdür ki, bu niyə belədir? Amma həmən dövr, həmən mənim təkliyim, həmən mənim deyək ki, təcrid olmağım həm də mənə yaxşı mənada bir şeyi əks elədi. O nədir? Təkliyin acı həyatını, təkliyin acı məqamlarını yaşamaq və özünü qorumağa hazır olmaq. Artıq mən əks elədim ki, mən təkəm. Dostluq eləməyə kimin deməli imkanı varsa mən istərdim Fəxrəddin Hacıbəyli ilə dostluq eləsin. Yoldaşlıq eləsin. Onun o gülər üzünü, səmimi sifətini tez-tez görmək adama xoş olur. Mən tez-tez ondan bayramlarda da telefonla danışırıq. Elə birinci sözü bu olur. Bəli mənim qardaşım. Bu sözü o qədər ürəklə deyir ki, mən onun qeyri-səmimiliyi ola bilməz. Yəni ki, o sözü eşidən kimi insanda bir açırsan ürəyimi ki, sənə bu qardaşı doğrudan elə dedi ki, nə sirrin var, qoy mən buna deyim. Dürüst bir insandır. İstər ictimai işdə olsun, istər inzibati işdə olsun, istər yaradıcılıq işlərində və arzulamaq olar. Arzulamaq olar ki, belə bir dostun olsun və o adamlardandır ki, ilk baxışdan ona etibar edib uzaq yola gedə bilərsən. 2-3 dəqiqə söhbət edəndən sonra artıq bunun necə dürüst insan, bütöv insan, səmimi insan və o belə bir deyim var da, arxayın kürəyini ona çevirə bilərsən. Fəxrəddin belə insanlardandır. İnsanın içərisində işıq varsa, od varsa, o hara düşürsə, harada olursa özünü ifadə edə bilir. Fəxrəddin istəyir müəllimliyi olsun, istəyir jurnalistikası olsun, televiziya aparıcısı olsun, istəyir teatr sahəsində çalışsın, istər dövlət qulluğunda çalışsın, harada olursa olsun, mənə elə gəlir ki, o özü üçün bir mühit yarada bilən adamdır. O harada varsa, orada mütləq bir ab-hava var. Təbii ki, təhsili sevmək üçün, məktəbi sevmək üçün, kitaba məhəbbətin olmaq üçün sənə müəllim şərtdir ki, o sənə gərək sevdirər. Müəllimin yaxşı olmayanda onun tədris elədiyi fənnə də sən dırnaq arası baxırsan, sevmirsən, təbii ki. Bu, bilirsiniz ki, bu insan psixologiyasında belə bir şey var. Yəni, mənim 5-ci sinifə qədər yaxşı oxudum, sonra müəllimlərim dəyişdi. Kimya, fizika, tarix, tutaq ki, coğrafiya, başqa müəllimlər. Onların heç biri mənə o fənləri sevdirə bilmədilər. Mən yorulurdum fən. O fənlərə bir təsəvvür edin, uşaq təfəkkürü ilə boş və mənasız fənlər baxırdım, bir ədəbiyyatdan başqa. Ədəbiyyatı sevirdim. Təbii ki, incəsənət də ədəbiyyatla üzvü surətdə bağlı olan bir elmdir. Ədəbiyyat mənə sevdirdi ən çox incəsənəti. Ən çox, tutaq ki, rejissorluğu, ən çox aktyorluğu, jurnalistikanı. Bax, bu sənətləri mənə sevdirən ədəbiyyat, dilin gözəlliyi sonuçda gətirdi, məni çıxartdı Azərbaycan Dövlət İncəsənət İnstitutuna. Mən gəldim, ora qəbul oldum, oxudum, bitirdim oranı və orada mən o qədər bu həyatın dərinliklərinə bələd oldum ki, insanların dəyişməyini gördüm, aktyor olaraq, səhnənin müqəddəsliyini gördüm. Səhnənin insan ağrılarına, insan əzablarına, insanın fiziki sıxıntılarına necə son qoymasını gördüm. Bu təsadüfi deyil, bunlar həqiqətdir. Mən Fəxrəddinlə mən də cavan idim, Fəxrəddin lap cavan idi. Yəni, onun tələbəli illərindən biz tanışıq. Belə hesabla bir 37 ilə gəlir çıxır bizim tanışdığımızın tarixi. Yəni, o vaxtdan biz çox mehriban oldu, həddən artıq mehriban. Allah
o mehribançılığı lap uzun eləsin. O insanın ki, insanla o dünya görüşü, baxışı, xasiyyətində o yumor hissi çoxdur onda. Belə şeylər bizi çox bir-birimizə isinişdirdi və günün, sutkanın təsəvvür elə ki, bir 18-17 saatını biz bir yerdə olardıq. Sonra ancaq yatmağa gedərdik evə, ayrılardıq və səhər yenə də görüşərdik. Hələ bir belə də olmalıdır. Sonraki illərdə mənim televiziya həyatım başladı. Mən gözəl sənətkarımız qəbri nurla da olsun, Qədir Rüstəmovun haqqında 95-ci ildə bir film çəkdim, televiziyanın sifarişi ilə. Qeybdən gələn səs, belə bir film idi. Bu film çox uğurla nümayiş olundu, yaxşı alındı. Yəni o Qədirin özündən gələn, onun koloritindən gələn, onun zənginliyindən gələn bir işıq idi ki, bu film çox işıqlı, çox gözəl və çox tamaşaçılar tərəfindən bəyənilən bir film alınmışdı. Və o filmin uğurlu alınmağı mənim də həyatımda növbəti uğurlara sanki bir yol açdı. Dövlət televiziyasında işləyəndə Qarabağ haqqında verilişləri var idi, Sarı Sim adında verilişi var idi. Yəni çox təsirli və həm də elə adamları seçirdi ki, o lentlər qalmalıdır. Doğrudan da lentlər tarixdir. O şəxslər indi əksəriyyəti yoxdur həyatda, amma lentlər var. Deməli, onlar yaşayırlar. Sənət adamları haqqındakı verilişlər bir-birindən demək olar ki, maraqlı olurdu. Onun çox verilişləri, məsələn, Qədir Rüstəmov haqqında verilişi mənim belə xatirimdədir. Qədir Rüstəmov çox çətin adamdır. Mən də ondan müsahibə aparmışam, həmsöhbət olmuşuq. Yəni onu danışdırmaq, onun ürəyindəkiləri üzə çıxartmaq çətindir. Amma Fəxrəddin bunu o qədər ustalıqla eləyə bilirdi. Amma Qədirin də bir xasiyyəti var idi ki, gərək onu kameraya çəkməzdən əvvəl gərək biraz nazı ilə oynayasan, biraz gərək bunun damarını tutasan, gərək bunun biraz o lazım olan deməli kondisiyaya çatdırasan ki, sonra o ürəyini sana aça bilsin. Fəxrəddin müsahibə aparmaq ustasıdır. Yəni o tanıdığı adamlarla çox vaxt müsahibə aparır, amma tanıdığı adamların da həmin müsahibədə tanımadığı, üzdə olmayan, bilinməyən cəhətlərini o qədər belə məharətlə üzə çıxartmağı bacar ki, yəni bu hər jurnalistə müəssər olmur. Mənim filmlərimin çoxu Qarabağla bağlı idi. Artıq Qarabağ işğal olunmuşdu. 93-cü ildə bilirsiniz də Ağdam işğal altındaydı. Biraz da kövrək, biraz həzin duyğular, həsrət, nostalji duyğular və s. Hamısı mənim içimdə sanki qaynayırdı. Onları bir boşaltmağa yer axtarırdım, güngülləşməyə yer axtarırdım. Onların ünvanı kim oldu? Arif Babayev, Qədir Rüstəmov, bizim sambo üzrə 7 dəfə dünya çempionu olan Ceyhun Məmmədov, Agün Bayramova, Məsum İbrahimov, Budu Məmmədov, Ədilə xanım Namazova, çoxdur bu saylar. Gitar ifadəsi Rəmişin haqqında mən Rəmiş əfsanəsi filmi çəkdim. Yəni bütün bunlar mənim talehimin formalaşmasında, mənim həyatımın daha doğrusu formalaşmasında, mənim həyat yolumun təyin olunmasında, həyat yolumun daha doğrusu təsdiq olunmasında. Bax bu gördüyüm işlər, bu mənim filmlərim, bu televiziya həyatımın müstəsna rolu oldu.
Televiziya gəlişim çox maraqlıdır. Bizim indi gözəl bir rejissorumuz var, mənim dostum Rövşən Almuradlı. Xatirinizdadirsə, Cavadxan filminin müəllifi, Yük filminin, bədii filmlərin müəllifi çox gözəl, duyğulu, duyumlu və peşəkar bir rejissordur. O məni dəvət elədi. Azərbaycan Dövlət Televiziyası adlanır da vaxtı. Bizim görkəmli sənətkarımız televiziya aləmində deyim ki, çox peşəkarlığı ilə, insanlığı ilə, münasibəti ilə, əxlaqı ilə mənim həmişə özümə örnək sandığım Qulu Məhərrəmli var. Qulu Məhərrəmli bizim müəllimimiz olubdur. Qulu Məhərrəmli mən bugün də əlaqə yaradıram. Bax, onunla mən çox şey öyrənmişəm. Sonra Telli Pənah qızı, bizim gözəl xanımımız, uzun illər televiziyada çalışır. Televiziyanın özəyini bilən, televiziyanın dilini bilən, televiziyanın aurasına bələd olan xanımlardan biridir. Telli Pənah qızı, mən öyrənmişəm ondan. Tariyel Vərdiyev, Allah rəhmət eləsin, bizim gözəl rejissorumuz vardı. Ondan mən öyrənmişəm. Ümumiyyətlə, müəllimlərim çox olubdur. Nait Hacızadə bizim gözəl yazışımız var. İndi də Allah onun canını sağ eləsin, gözəl insandır. Mənim üçün, məsəl üçün, Fəxrəddin Qarabağın simvollarından biridir. Tutaq ki, Qədir onun səsidir, Arif Babayev onun səsidir, Yaqub Məmmədov onun səsidir. Amma həm də bunun bir publisistikası var, sözü var və bizim Qarabağdan olan çox istedadlı jurnalistlərimizin təmsilçilərindən biridir. Yəni, o sözü, publisistikanı təmsil edə bilən adamdır. Hamının evində televiziya var. Sən əgər efirdəsənsə, hamının evindəsən. Hamı sənə baxır. Ona görə o qədər həssas, o qədər diqqətli, o qədər məsuliyyətli, o qədər səlis, rəvan danışmağı bacarmaq lazımdır ki, o insanlar səni qəbul etsinlər. Əgər tamaşaçı sənə inanırsa, səni qəbul edəcək. Əgər tamaşaçıya sən yalan danışırsansa, verilişin xatirinə, verilişi reytinqi xatirinə, bərli bəzəkli sözlərlə, səmimiyyətdən kənar tekstinlə, mətnlə onları allatmağa çalışırsansa, onlar sənə inanmayacaq və elə o saat kanalı dəyişəcəklər. Bax, televiziyanın açarlarından biri bundan ibarətdir. Bilirsiniz, hərdən mən düşünürəm ki, bəlkə də mən musiqiçi olsaydım, ürəyimdəki sözləri hansısa bir musiqi alətinin dili ilə deməyi bacarardım. Və eyni vaxtda fikirləşirəm ki, yox, bu belə deyil. Mən tar məktəbinə getmişəm. Mənim yaxın qohumum, hörmətli sənətkarımız Professor Ramiz Quliyev, Tarcan Ramiz Quliyev nədənsə istəyirdi ki, mən tarcan olum, mən tar çalım. Hətta mənə tar da bağışlamışdı 72-ci ildə, 1972-ci ildə gözəl bir tar bağışlamışdı. Müəllimlərimə tapşırmışdı ki, müğayət olun, istedadlı uşaqdır, bu yaxşı tar çala bilər. İstəyirdi mən tar çalan olum. Amma mən özümdə, içimdə hiss edirdim ki, bu tar çalmaq, bilirsən, ya gərək sənətin sənətkarı olasan, peşəkar səviyyədə, ya da orta səviyyədə, aşağı səviyyədə oldunsa, o sənətdən uzaqlaşmaq lazımdır. Hansı bir sənətin ətərindən yapışırsansa, onun peşəkarı olmalısan. Mənim düşüncə tərzim bundan ibarətdir. Və mən elə həmin illərdə də tardan uzaqlaşdım. Düzdür, mənim indi tarım var evdə. Hərdən bir kövrələndə, duyğulu anlarım olanda tara dediklərim var. Tarla söhbətlərim olur mənim hərdən bir. Amma təbii ki, mən profesional tarzən deyiləm. O istedad məndə yoxdur. Ağdam Dövlət Dram Teatrı çox qaim-qədim bir teatr, bir sənət ocağı. Talih məni elə gətirdi ki, mən 25 yaşımda həmin teatrın əvvəl direktor müavini, sonra direktor oldum. Təsəvvür edin, bu 25 yaşımda baş verir. 30 il bundan əvvəl. 30 il ondan sonra arada çoxlu sayda mənim həyatımda məqamlar oldu, ağlı qaralı məqamlar oldu. İş yerlərimi dəyişdim, televiziya, müəyyən başqa sahələr. Amma yenidən 30 ildən sonra mən yenə gəldim oldum həmən Ağdam Dövlət Dram Teatrının direktoru. Talihə baxın. 1985 və 2014-cü il. Təsəvvür edirsinizmi?
təxminən 30 ildən sonra. Və bu illər ərzində mənim qazandıqlarım ondan ibarətdir ki, mən sənətin nə olduğuna yiyələndim, nə demək olduğuna yiyələndim. Mən aktyor sənətinin, rejissor sənətinin, səhnənin möcüzələrinin alt qatlarını gördüm və onlara yiyələndim. Bugün artıq mənə ən çox zövq verən, məni duyğulandıran, bax o saydığım o məqamlardır ki, mən özümü xoşbəxt sayıram ki, yaxşı ki, elə bu belədir. Mən gəldim Ağdama 2009-cu ildə. Ağdamda icra hakimiyyətində, siyasi şöbədə, ictimai və siyasi şöbədə işlədim. Bir müddət işləyəndən sonra yenidən teatr məni çəkdirdi. Artıq 2011-ci ildə mən Ağdam Dövlət Dram Teatrına qayıtdım və direktor vəzifəsinə təyin olundum. Və bugünə qədər də mən həmin vəzifəni daşıyıram. Bu teatr elə bir yaxşı mənada insanı çəkir ki özünə. Əgər sən bir dəfə səhnəyə çıxırsansa, bir dəfə teatrın mətbəxində, o qazanda qaynayırsansa, artıq ondan əl çəkə bilmirsən. Hansı vəzifədə, hansı sahədə işləməyindən asılı olmayaraq, teatr səni özünə çəkir, özünə dartır və səni eləyir özününkü. Çünki sən onun balasısan, sən onun köynəyindən çıxmırsan. Bax, teatrın belə bir möcüzəsi var. Və mən bir gün də çox şadam ki, teatrdayım, kollektiv arasındayım. Bizim dostlarım, bizim aktyorların, rejissorların, o texniki heyətdə insanlar var ki, onların da öz dünyası var. Mən onlarla çox rahat işləyirəm, onlarla çox məhəbbətlə işləyirəm, sevgi ilə işləyirəm. Çünki onlar mənim dilimi bilirlər, mən də onların dilini bilirəm. Yəni bizə ayrı bir tərcüməçi belə deyək lazım olmur. Bizdə belə bir məsələ deyir, oynaya bilmirəm, yerim dardır. Amma Fəxrəddin öz fəaliyyəti ilə bu son 3 ildə 9-10 ya tamaşa Ağdam teatrında təşkil edə bildi. O az güclə, o darısqal imkanlarla sübut elədi ki, mümkündür. Yəni, dar yerdə oynamaq da istedadlı adam üçün meydan genişliyi, meydan xırdalığı heç bir əhəmiyyət kəsb eləmir. İncəsənətin ağır növü olan teatr sahəsini qaldırmaq, teatr sahəsini inkişaf elətdirmək, teatr sahəsində yeni söz demək, bunu ancaq Fəxrəddin Hacıbəyli bacarardı. Bir şeyə çox sevinirəm ki, o təkdir orada. Məsələn, arxa yoxdur, mən ona heç nə kömək edə bilmirəm. Amma o tək canı ilə, o teatrı, yəni sönmüş bir ocağı o təzədən alovlandırdı. Yəni 3 ilin ərzində 8-9 tamaşaya quruluş verdirdi. Kənardan rejissorlar dəvət elədi, Bakıdan, paytaxtdan. O teatrı hələ bir ki, təzədən alovlandırdı, dilcətdi. Teatrın missiyası jurnalistika ilə üst-üstə düşsə də, amma burada sən fikri, ideyanı tamaşaların, dramın, teatrın gücü ilə deyə bilirsən. Məsələn, son 3 ildə Ağdam deməli, Dövlət Dram Teatrında xüsusi bir dirçəliş var. Hesab edirəm ki, hər halda bu Fəxrəddin Hacıbəylinin xidmətlərinin nəticəsidir.
Bilirsiniz, bir talih var, qismət var. Ailə həyatı quranda təbii ki, öncə sevgi götürülməlidir. Ömür günümü kimə bağlıysansa, onunla aranda müqəddəs bir sevgi olmalıdır, təbiidir bu. Və ondan da öncə, onun da fövqündə dayanan, kimlənsə qohum olursan, hansı nəsilnənsə qohumluq əlaqələri qurursansa, o nəslin əxlaqı, tərbiyəsi, Azərbaycançılığı böyük şərtdir. Çünki gələcək, sevgi məncə nisbidir. Bütün anlar xoşbəxt ola bilməz. Kim desə ki, mən bütün ömrüm boyu xoşbəxtəm, o qeyri-səmimi danışar. Mən belə təsəvvür edirəm, belə düşünürəm. Xoşbəxt məqamlar var. Xoşbəxt yaşanan anlar var. Xoşbəxt məqamlar və xoşbəxt yaşanan anlar var. Tam xoşbəxt ömür isə yoxdur, ola bilməz. Xoşbəxt məqamlı anların, xoşbəxt məqamlı duyğulu anların yaşanmağı üçün gərək ömürgün yoldaşını seçməyi bacarasan. Əvvəla mən tək uşaq olduğuma görə valideynlərim istəyiblər ki, mən tez ailə qurum. Yəni anam xəstə idi, şəkərli diabet xəstəliyi daşıyırdı, atam ürəyə xəstə idi. Bunlar bəlkə də mənə demədikləri, amma içində həmişə gəzdikləri bir arzuları olub ki, birdən tez dünyamızı dəyişərik, biz də evdə gəlin görək, biz də evdən nəvə görək, oğlumuzu ailəli görək, ondan arxayın köçək. Təbii ki, hər bir valideynin arzusu ola bilər. Mənim valideynlərimin də arzusu idi bu. Ona görə biraz indiki gənclər üçün, tək gənclər üçün yox, çoxları üçün qeyri-adi görünən bir məqam ondan ibarət ki, mən 19 yaşında artıq ailə qurmuşum. 19 yaşında və tanıdığım, qardaşları ilə bir sinifdə oxuduğum, atasına, anasına yaxşı bələd olduğum, qohum əqrabalarını kökdən tanıdığım, valideynlərimin də tanıdığı gözəl bir ailə ilə mən qohum oldum və peşman deyiləm. Demirəm ki, tam belə ideal yaşayırıq. Söz-söhbət də olub arada, ağrılı günlərimiz də olubdur, çətin günlərimiz olub, maddi imkanımızın tükəndiyi, bitdiyi günlər olublar. Amma yenə biz bir yerdə olmuşuq, hər bir çətinlikdən biz uzaq çıxmışıq. Beş ildir ailə həyatı qurmuşuq. 3 evladımız var. 2 oğlanlı, biri qızdır. Bizim həyatda ağır, çətin günlərimiz olubdur, ağırlacı günlərimiz olubdur. Onun hamısından Fəxrəddin özü tək çıxıbdır, alnı açıq çıxıbdır. Uşaqlarını oxudubdur, ali təhsilli eləyibdir. Qohum əqrabiyə yaxşı can yandırıbdır. Hamısını əlindən tutubdur. Heç kəsi darda qoymayıb qalsın, hamısını köməklik eləyibdir. Ailəsi üçün də, balalar üçün də yaxşı atadır, qayğıkeş atadır. Atam mənim üçün həyatda əvəz olunmaz bir insandır. Birisi, mən atamın tək həm qızı yox, həm də mən onun dostuyam. Atam mənim həyatda hər şeyimdir. Demək olar ki, mən atamla nəfəs alıram. Atam çox qayğıkeş bir atadır. Həm ata olduğu kimi, həm də qayğıkeş bir babadır. Ay, salam əleykum. Gəlmiyorlar. Nəvələrimi də elə böyüdürəm ki, onlar əsl Azərbaycanlı tərbiyəsi görsünlər, əsl babalarının, atalarının, analarının adına layiq övlad kimi böyüsünlər və şükür Allaha ki, buna nail olur. Bir söz var da, deyirlər ki, bağban ağac əkir, tutaq ki, badam ağacı. O badamın özü övladlardır, amma badamın içi, yəni ləpəsi, bax bu nəvələrdir. Nəvə ona görə şeydir.
Həm də yumorla belə bir söz var ki, deyir, babalar nəvələri niyə çox istəyir? Deyir, ona görə ki, insan qocalanda elə uşaq ağlında olur. Yəni ikisi də eyni ağıldadır. Ona görə çox istəyir. Bu yumorla deyilən sözlərdir. Fəxrəddin əminin gözəl xüsusiyyətləri ondadır ki, çox diqqətlidir və bu diqqəti özünə qarşı da xoşlayır, amma çox diqqətlidir. Bayramlardamı, ad günlərindəmi səhər-səhər bizi oyadın, 7-də də yemaz sizə. Saat 7-də bizi oyadan Fəxrəddin əminin zəngləridir. Həm dostumuzdur, həm sirdaşımızdır, yaxınımızdır. Yəni hər şeyi bölüşə bilirik. Ən belə şəxsi sirlərimizdən belə hər şeyi biz o insandan bölüşə bilirik. Fəxrəddin əminin deyim ki, sizə çox gözəl yumor hissi var. Bəzən olur ki, qaynatalarda belə qəddar, zəhmli, içəri girir, gəlinlər yer axtarır gəzmir. Bizim ailədə o yoxdur. Fəxrəddin əmi içəri girəndə o zarafatla qapını açır. O ilk salamdan əvvəl necə bir xoş sözlə qapını açır. Yəni biz onun yanında evimizdə, ata evində olduğumuz sərbəstliyimi, rahatçılığımı görürük. Ondan əlavə diqqəti görürük, qayğını görürük. Özümüzə qarşı, valideynlərimizə qarşı, qohumlarımıza qarşı, evladlarımıza qarşı. Evladlarımıza qarşı deyə bilərəm ki, valideyn qarşısı göstərir Fəxrəddin əmi. Mən çox xoşbəxtəm ki, bu günləri Fəxrəddin əminin ailəsindəyəm. Fəxrəddin əmi mənim üçün çox gözəl insandır. Çünki o bütün gözəl insani keyfiyyətlərin hamısı o insanda var. O çox duyğuludur, çox səmimidir. Fəxrəddin əmi mənim üçün çox gözəl qaynatadır. Çünki mən həmişə bilirəm ki, o olan yerdə heç bir problem yoxdur. O ümumiyyətlə heç kim arasında, istər oğul, istər qız arasında, gəlin arasında, heç vaxt kürəkən arasında heç vaxt fərq qoymur. Həmişə əksinə bizim tərəfimizdə olur. Mənim çox sevdiyim şair Məmməd Araz, qəbri nurla olsun. Çox böyük şair idi. Onun misraları var, mən istəyirəm burada xatırladım onu. Yazır ki, götür oxumağa getmiş cavanın cibinə bir ovuc torpaq dök. De ki, sənə çörək verən ata-ananın çörəyi olubdu o cibindəki. Torpağı sevməyən yurdunu sevməz. Torpağı sevməyən haram tikədir. Torpağa əyilən şaha əyilməz. Şahın əydiyini torpaq tikəldir. Gör, nə böyük misralardır bunlar. Məncə yurt yerini, torpağını, həyatındakı tut ağacını sevməyən insan böyüklükdə Azərbaycanın vətənini sevə bilməz. Çünki vətən sənin üçün, bütün insanlar üçün, tək Azərbaycan milləti üçün demirəm, bəşəriyyət üçün şamil olan bilər bu. Bütün insanların vətəni onun həyətindən, doğulduğu yurt yerindən böyüyüb boya çatdığı o hansısa bir dairədən başlayır. Əgər onu sevməyi bacarmırsa, mən onun yaxşı vətənpərvər insan olduğunu, vətənini sevdiyinə biraz şübhə ilə yanaşıram. Elədirmi? Bax, bu mənada mən Qarabağı sevməyə bilməzdim. Qarabağ mənim canıma, qanıma hopmuş bir varlıqdır. Necə ola bilər ki, zaman-zaman atanın, babanın tikdiyi bir ev, əkdiyi tut ağacı, gülas ağacı, nə bilim, həyatda müxtəlif o qurduqları, yaratdıqları o məkan bir anın içində məhv olsun, dağılsın, geçsin. Və bunlar sənin gözünün qabağında başlayacaq. Təsəvvür edirsiniz bu faciəni? Yəni o ağrını yaşamayanlar, o ağrını içindən keçirməyənlər o dəhşəti o qədər doya bilməzdir. Fəxrəddinin boynunda sanki bir missiya var idi. Yəni işğala məruz qalmış bir torpağın dəyərlərini yaşatmaq. Dəyərlər nədir? Onun mədəniyyətidir. Dəyər onun səsidir, sözüdür, insanlarıdır. Fəxrəddinin verilişlərində də, apardığı müsahibələrdə də diri bir həyat var, həyatın özü var, insanların xarakteri var, nəfəsi var. Çox canlı alınır. Yəni bunu hər jurnalist bacarmır.
Fəxrəddin onun üçün açılmış pəncərədən çox gözəlliklə bu vətəni göstərə bilirdi, Qarabağı göstərə bilirdi, onun insanlarını göstərə bilirdi. Mənim bir yazım vardı, bizim teatrda tamaşaya qoymuşdu, hələ sevirəm deməmişdilər, Qarabağ mövzusu ilə. İnanın, mən zalda Fəxrəddinlə yanaşı oturmuşdum. Təbii bilirdim ki, bu ağrılar ona bir köynək daha yaxındır. Mən tamaşaya baxa-baxa sanki qulağımın içində onun ürəyinin çırpıntısını hiss eləyirdim. Bir dəfə məni dedi, səni maraqlı bir yerə aparacaq. Çox uzun bir yol getdik. Ağcabədi zonasından da belə keçdik, getdik. Getdik, çatdıq bizim əsgərlərin dayandığı şlaqbaumın yanına. Şlaqbaumun yanında dayananda dedim, Fəxrəddin, bura haradır? Bu biraz belə pauza verdi, məndən qabağa keçdi əsgərlər tərəfə. Mən gördüm bunun kövrəlməyin. Əsgərlərlə güya bu kövrəlməyini göstərməmək üçün əsgərlərlə salamlaşdı, söhbət elədi. Amma mən də bir sənət adamıyam, mən onu hiss elədim. Və qayıtdı mənə ki, bura Ağdamın sərhəddidir. Bax, o görünən ev mənim evimdir. Mən Qarabağa qayıdacağıma inanmasam, bugün ürəyim partlayar mən ölərəm. Buna əmin olun. O inamdır məni yaşadan. O inamdır mənə ruh verən. Ola bilsin ki, mənim fəaliyyətlərimə rövnək verən. Bax, bu inamdır. İnam olmazsa mən yaşaya bilmərəm.